Bu il ilk dəfə olaraq Dövlət Statistika Komitəsi turizm üzrə seçmə statistik müşahidələrin aparılmasına müxtəlif ali təhsil müəssisələrinin tələbələrini də cəlb edib. Tələbələr komitənin mütəxəssisləri ilə birlikdə ölkəyə gələn turistlər arasında sorğular keçirərək məlumatların toplanmasına dəstək verirlər. Tələbələr Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkəmizə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında sorğular aparırlar. Toplanan məlumatlar turizm sahəsi üzrə rəsmi statistikanın hazırlanmasında istifadə olunur. Sorğu aparan tələbələr əvvəlcədən xüsusi təlim keçiblər. Təlim proqramı müşahidələrin aparılması metodologiyası, respondentlərlə ünsiyyət qaydaları və etik davranış prinsiplərini əhatə edib. Onlara yaxınlaşarkən hansı ölkədən gəldiklərini, neçə yaşları olduqları, Azərbaycanın hansı məqsədlərlə gəldiklərini əsas götürürük və burada neçə gecə qaldıqlarını və nə qədər pul xərclədiklərini qeyd alırıq. Bir tələbə olaraq düşünürəm ki, rəsmi statistika sahəsində daha çox praktiki bilik və təcrübə qazanmaq üçün böyük bir fürsət oldu bizim üçün. Azərbaycana səfərini başa vurub ölkəsinə qayıdan xarici qonaqların təəssüratları bizim üçün də maraqlı idi. Azərbaycan çox gözəl ölkədir. Həqiqətən də burada gəzmək üçün maraqlı yerlər çoxdur. Bura çox gözəl ölkədir. Burada hava da çox yaxşı keçir. İnsanlar mehribandır, mənzərə də möhtəşəmdir və başlıcası ölkəniz çox təhlükəsizdir. Səfərimiz çox gözəl keçdi. Hətta gözlədiyimizdən də qat-qat yaxşı oldu. Düşünürdük ki, daha ənənəvi bir mühitlə qarşılaşacaq. Amma gəlib gördük ki, insanlar bizi çox səmimi qarşıladılar. Sorğular rəsmi turizm statistikasının daha dolğun və keyfiyyətli hazırlanmasına xidmət edir. Dövlət Statistika Komitəsi hər zaman turizmə dair seçmə statistik müşahidələr aparır. Bu dəfə biz prosesə ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan tələbələri də cəlb etmişik. Onlar burada komitənin mütəxəssisləri ilə bərabər həm sorğularda iştirak edirlər, həm də ki, rəsmi statistika sahəsində bilik və bacarıqlar əldə edirlər. Komitədən o da bildirildi ki, sorğu zamanı toplanan məlumatlar yalnız statistik məqsədlər üçün istifadə olunur. Respondentlərin fərdi məlumatlarının məxfiliyi, qanunvericiliyə uyğun tam qorunur. Şamilə Şamil qızı Fariz Şıxəzadə, ASTV Xəbər.